Uşağın 5 yaşı var, bir uşağın da 7 yaşı var. Eyni problemlə valideyn müraciət edir ki, gəlib özü sərbəst şəkildə mən yemək istəyirəm, su istəyirəm, hər hansı bir ehtiyacını demir. Bu uşağın problemi nədir bilmirik. Uşağın nitqində çox az söz bazası var, cümlə qurmur, təkrar edəndə deyir, amma sərbəst şəkildə dərk edərək demir. Əgər sizin də bu tip uşağınız varsa, yəni hər kəs deyə bilər bu uşaq autizmdir, istənilən diaqnoz qoya bilər. Amma autizm, nitq ləngiməsi, zəka ləngiməsi, psixi ləngimə səbəb olan müəyyən bir problemlər var. Məsələn, autist uşaqların ruh halı tamamilə bu sadaladıqlarından tamamilə fərqlidir. Deyək ki, incə bir cizgi var ruh hallarında. Çünki autizmlər tamamilə başqa bir aurada, enerji səviyyəsində olur. Nitq, zəka ləngiməsi tamamilə. Ümumiyyətlə, uşaqları 5 yaşına kimi gözləmək lazım deyil ki, onun nənəsi də, babası da, nəsildən kimsə gec danışıbdır. Ümumiyyətlə, diqqət yetirmək lazımdır ki, 6 ayından artıq uşağın psixoemosional vəziyyəti hansı yerdədirsə, psixoloq bunu bilir. Düzdür, pediatrlar bunu pediatrik tərəfindən yanaşırlar, amma mütləq ki, 6 ayından uşağın göz kontaktının olması, reaksiya verməsi, baxması və yaxud da ki, hər hansı bir problemdən, xəstəlikdən, infeksiyadan sonra mütləq ki, dəyişikliklər olur uşağın inkişafında. Yəni, çəkinmədən bu uşağın nə yaşı var ki, psixoloqa getsin, hansı travma var ki, deməyin. Hər bir yaşın öz psixoemosional dəyişikliyi var və buna görə də mütləq müraciət etmək lazımdır ən kiçik yaşdan. Bu problemlə qarşılaşdığınız gündən bu keçəcək deyə bir şey yoxdur, sadəcə bastırılır, örtülür üstü. Deməli, psixi ləngimə, nitq ləngiməsi, zəka ləngiməsi və autizm bu problemlərin tək dərdi var ki, məsələn, elə olur ki, psixoloji ləngimədə nitq ləngiməsi də olur, zəka ləngiməsi də olur, autistik davranışlar da ola bilər. Amma bunların bir-birindən fərqi çox incədir. Məsələn, nitqləngiməsində necədir? Uşağın göz kontaktı normaldır, dediyini başa düşür, dərk edir, sadəcə özünü ifadə edə bilmir, cümlə qura bilmir. Və bu problem 4-6 ay arasında ilk dəyişikliklər görsənir. Və 1-2 il ərzində tamamilə aradan qaldırılır. Psixi ləngimədə isə uşağın qavrayışı zəifdir, dediyini başa düşə bilmir, öz fikirlərini ifadə edə bilmir. Bu proses isə 4-8 ay davam edir və tam ancaq 1-3 il ərzində həll oluna bilər. Zəka ləngiməsi də eyni. Zəka, bu uşaqlar tamamilə nəyisə məntiqi əsasını tapa bilmirlər. İki fiqur arasındakı fərqi tapa bilmirlər. Zəka ilə bağlı hər hansı bir sual versəniz, nə üçün, niyə sualını versəniz, cavabını ala bilməyəcəksiniz. Amma bəzən bunları aradan qaldırmaq üçün, bəzən yox, ümumiyyətlə uzun müddət lazımdır. Ən azı 3 aydan başlayaraq, 3 ay, 6 ay ilkin prosesdir. 4 ilə kimi davam edə bilir. Amma ağır psixi ləngimə, zəka ləngiməsi fərqli olaraq ağır, yüngül və orta səviyyədə. Bu proses tezləşə bilər. Məsələn, 6 aydan, ən minimum 6 ay lazımdır ki, bu uşaq ilkin başlanğıcda nəticələr görsənsin. Amma bu prosesi dayandırsanız, yenə də uşaq öz yerində qalır. İnkişaf etməsi, daimi məşğələlər olmaz. Autizm uşaqlarda isə tamamilə fərqlidir. Hər qarşınıza çıxana autizm deməyin. Autizm uşaqlar maksimum 80% kimi davamlı məşğələ olsa belə 80% kimi Asperger sindromuna kimi qalxa bilər. Yəni, sosial mühit və gündəlik rutinlərdən çıxa bilməmək kimi problemlər qalır və onun üzərində işlənsə də yenə də müəyyən bir faizlər azala bilir. Amma bu sadaladığım istənilən bir psixoloji problemlərin kökündə enerjinin dəyişməsi qalır. Hər bir insan hər hansı bir problem yaşayanda enerji dəyişərsə o problem dəyişir.
sadece metodikalardan istifadə edərək əzbər formasında bu keçirilirsə, heç bir dəyişiklik olmayacaq. Onu emosional səviyyədə, yəni işləyərkən, metodikaları işləyərkən emosional yaxınlaşaraq uşağın emosional enerji səviyyəsindəki dəyişikliyə baş verərlərsə, bu əzbər formada olmarsa, diqqəti, düşüncəsi, zəkası tədricən yerinə gəlir. Və valideynlər ən çox sual verdiyi odur ki, nə vaxt düzələcək bu problem, nə qədər davam edim. Bəzən çəkinirsən deməyə ki, valideyn deyirsən ki, ən azı 1 il, 2 il, 3 il və yaxud da ki, ən ağır prosesdə 4 il və onlar hətta ilk gəlməkdən belə çəkinirlər. Davam etməyə heç başlamaq istəmirlər və düşünürlər ki, öz-özünə gözlə, düzələcək. Belə bir proses məşğələ olmadan, üzərində işləmədən, daim yəni aktiv məşğələ olmadan bu proses olduğu yerdə qalır. Yəni öz-özünə düzəlmək, istənilən qorxu olsun, öz-özünə düzəlmir. Yəni bu problemlər yox, digər psixoloji problem olsun. Qorxu olsun, panik atak olsun, depressiya olsun, gözləyib ki, biz o problem düzəlsin, belə bir hadisə baş vermir. Sadəcə sən bastıra bilirsən və o lazım olan vaxt üzə çıxır. Sonda onu demək istəyirəm ki, psixoləngimə, nitq ləngiməsi, zəka ləngiməsi, autizm olsun, digər problemlər olsun, bunları bir-birindən fərqləndirməyə çalışan, hər kəsə autizm diaqnozu qoymayan və bu məşğələnin diaqnozu qoyaraq məşğələlərin vaxtı uzana bilər və yaxud da ki, qısa ola bilər və yanaşma tərzi fərqli ola bilər. O yüzden diqqətli olun. Yəni sadəcə hər kəs öyrənib ki, göz kontaktı qurmur, çağıranda fikri adına reaksiya vermir, istədiyi vaxt keyfi istəyəndə bunu edir, keyfi istəyəndə etmir. Sadəcə uşaq onu dərk etmək istəmir. Sadəcə uşağın başqa bir aləmdə olduğu üçün ona fikir vermir. Zəka ləngiməsində də oxşar hal ola bilər, psixoləngimədə də oxşar hal ola bilər. Amma digərlərindən ayrılan bir